Yalancı sayılırlar. Allah Subhanahu taala bunu peyğəmbər adlandırır. İnsanlar deyirsən yalancısan. Subhanallah. Allah seçib göndərib bunu. İnsanlar deyirsən yalancısan. Amma yenə davətindən qalmayıb, dəvət edib gözəl şəkildə. İnsanlara çatdırıb dini. Çünki bu peyğəmbərlərin vəzifəsi olur. Baxın, bu peyğəmbərlər hamısı usanmadan Allahın dininə dəvət edir. Hələ üstəlik ondan sonra gələn səhabələri döyülərək, söyülərək dəvət edir. Əbu Bakr radiyallahu anh Allah elçisini qorumaq üçün keçir aralarına. Döyülür. Peyğəmbəri qoruyan vaxtı, hansı ki ilk illərdə Peyğəmbər sallallahu əleyhi və səlləmi qovurdular. Döyülür, keçir. O vaxtda Əbu Bakr radiyallahu anh deyir ki, "Ətəqtuluna raculan en yaqula Rabbi Allah." Siz elə şəxsi öldürürsünüz ki, o deyir, Rəbbim Allahdır. O şəxsi siz öldürmək istəyirsiniz. Rəbbim Allahdır deyir bu kəs. Başqa bir şey demir. Allah'a çağırır. Siz o şəxsi öldürmək istəyirsiniz. Subhanallah, belə dəvət edib. Belə Allahın yolunda həris olublar. Döyüşlərdə daim qoruyurdular Peyğəmbər sallallahu əleyhi və səlləmi ki, zərər gəlməsin, dini qoruyurdular. Bilal radiyallahu anh'a əziyyət verilən vaxtı gəlib malın qoyur Əbu Bakr radiyallahu anh'a ki, əziyyət olmasın, müsəlmana əziyyət olmasın. O Allahı qəbul elədiyinə görə, Allahın dinini qəbul elədiyinə görə siz əziyyət verirsiniz. Razı olmadı. O qədər insanlar bu yola, bu əziyyətlərlə səbr ediblər, bu əziyyətlərlə dəvət ediblər. Bir-iki nəfər çıxıb ağzına gələni danışır sosial şəbəkələrdə, bu dəvətin qarşısını alır.